Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Küləyin səsindən narazı olanlar, mən sizə işə deyə bilmərəm. Çünki həqiqəti eşitmək istəyirsinizsə, küləyin səsinə baxmayaraq da həqiqəti eşidəcəksiniz. Bu dəfə sizə iblisin bizləri necə aldatması barəsində danışacağım. Ümumiyyətlə, iblisin törətdiyi, yarattığı möcüzələr haqqında danışacağım sizə. Baxın, videolara baxan insanlar, ümumiyyətlə anlayışı olan insanlar başa düşür ki, mən iblis deyəndə nəyi nəzərdə tuturam və nəyi demək istəyirəm. Anlamayanlar və yaxud da ki, ilk dəfə baxanlar, bu mövzu ilə maraqlananlara deyə bilərəm ki, iblis deyəndə mən sizin ağlınızda olan şərhləri, fikirləri, düşüncələri nəzərdə tuturam. Düşüncələr, yenə təkrarlayıram, sizin şəxsiyyətinizə aid olan fikirlərdir. Fikirlər isə şuursuzluqdan, yəni ümumi fikir mətbəxindən əmələ gələn fikirlərdir. Tutaq ki, güldür, çiçəkdir, daşdır və s. şeylərdir. Bunların hamısı fikirlərdir, bunlar sizə aid deyil. Əslində düşüncələr də, yəni şəxsiyyətə aid olan fikirlər də sizə aid deyil. Sadəcə onlar sizin şəxsiyyətiniz tərəfindən düşünülür deyə, mənimsənilir deyə siz düşünürsünüz ki, bu fikirlər mənimdir. Əslində araşdırsaz, sorğulasanız görəcəksiniz ki, heç bir düşüncə, heç bir fikir öz təməlində sizə aid deyil. Heç vaxt da sizə aid olmur. O sadəcə sizin fərqindəliyinizin sahəsində, yəni bir sahə götürək, belə bir sahə. Bu sizin fərqindəliyinizin sahəsidir. Və belə bir sahədə düşüncələr peyda olur. Baxın, görürsünüz çiçəkləri, otları. Bunlar fikirlərdir, düşüncələrdir. Əmələ gəlir, peyda olur, sonra ölür, gedir və yaxud da ki, yoxa çıxır. Hava dəyişir, yağış yağır və s. və s. Anlayırsınızmı bunu? İndi biz anlayandan anladıq ki, iblis nədir? Ağlımızdakı şərhlərdir, düşüncələrdir. İblis nə deməkdir? Diabola, ikili iradə. Yəni, mən bir şey istəyirəm, bir də mən bir şey istəmirəm. Anlayırsınızmı? Bax, iblis bu deməkdir. Əslində, iblis ikili iradədən çox, daha çox ikili istək deməkdir. Onun buynuzlarından biri mən istəyirəmdir, yəni, mən onu istəyirəm, bunu istəyirəm, bunu istəyirəm, onu istəyirəm. İkinci buynuzu isə mən istəmirəmdir. Yəni, onun istəmədikləridir, xoşu gəlmədikləridir. Baxın, indi siz adi həyatda olanda, birincisi belə deyim, İsa Peyğəmbər səhrada olanda onun yanına dünyanın sahibi, dünyanın kralı gəldi. Dünyanın sahibi, dünyanın kralı da kimdir? Yaradan deyil. Dünyanın kralı, dünyanın sahibi iblisdir. O da harada yaşayır? O da sizin içinizdə yaşayır. Və burada yaşamaqla məşğuldur. O gəldi, indi siz İncildə oxuya bilərsiniz bu barədə. İblis gəldi, dünyanın sahibi gəldi İsa Peyğəmbərə. Nə dedi, nəyi təklif elədi, o onunla razılaşdımı, razılaşmadımı? Bunun haqqında istədiyiniz qədər məlumat ala bilərsiniz. Həm İslamdan, İslama aid kitablardan, həm Xristianlığa aid kitablardan, hətta Budizmdə ən sonda Buddanın yanına Mara gəlmişdi. O da iblis kimi bir şeydir. Sadəcə Mara illüziyalar tanrısıdır. İllüziyalar Allahıdır. İndi belə bir şeyə baxın. Siz adi həyatda yaşayanda İblisin möcüzələrini görə bilməyəcəksiniz. Ümumiyyətlə, həyatda bir çox şeylərdə biz möcüzələri görə bilmirik. Hətta belə deyim ki, müasir dünyada, elmin, texnologiyanın inkişaf etdiyi bir dünyada, inkişaf etdiyi deyəndə nəyi nəzərdə tuturam? O demək deyil ki, o inkişaf edib. O sadəcə mürəkkəbləşdirilib və mürəkkəbləşdirilmiş dildə, quşların dilində sizə bir şey çatdırmağa çalışır. Siz də onun nə demək istədiyini anlamırsınız. Məsələn, Perelmanın, riyaziyyatçı Perelmanın sübut etdiyi riyazi nəzəriyyə.
onu anlamaq olurmu? Yox. Əgər siz bunun üzərində məsələn bir 5 il oturub riyaziyyatın üzərində işləməsəz, öz ağlınızı ona uyğunlaşdırmasaz, inkişaf etdirməsəz, siz onun nə demək istədiyini anlamayacaqsınız. Bax, bu da bu reallığımıza aid olan bir şeydir. Mən nəyi nəzərdə tuturam? Yəni, müasir zamanədə insanlar möcüzələrə inanmır. Təbii kitablar var, koma haqqında məlumatlar var, ölüb sonra dirilən insanlar var, amma elmi düşüncə bütün bunların hamısını rədd edir və sizə sübut eləməyə çalışır ki, möcüzə deyilən bir şey yoxdur, heç vaxt olmuyor. Niyə görə? Siz bunun fərqinə varmaq istəmirsiniz və inanırsınız belə şeylərə. Ona görə ki, iblis maddiyatçı insanları və maddiyatda, materializmdə ilişmiş qalmış insanları onsuz da aldadır. Onlara möcüzə göstərməyə ehtiyac duymur. Anlayırsınızmı? Məsələn, tutaq ki, mən şəhvətin, ehtirasın, yeməyin və maddi əşyaların içində qalmış bir insanam. Maddi dünya ilə, materializmlə aldanmışam. Mənim üçün ruhsal aləm, başqa şeylər yoxdur, ancaq həzlər aləmi var. Bu nə deməkdir? Bu o deməkdir ki, iblisə məni sınamaq belə lazım deyil. O artıq yaratdığı matritsaya, proqramlaşdırılmış dünyaya oxşar bir illüziya ilə onsuz da məni aldadır. Düzdür? Başqa bir şeyə ehtiyac varmı? Təbii ki, ehtiyac yoxdur. Bəs iblisani möcüzələr nə vaxt başlayır? Siz maddi aləmi, materializmə rədd eləyəndə və ruhaniliyə can atanda. Düzdür? Yəni ruhsal aləmə can atmağa başlayanda, onda artıq iblisani möcüzələri görə bilərsiniz. Məsələn, İslam mistisizmində mövcud olmuş, yaşamış gözəl qadınlardan biri olan müqəddəs bir qadın, Rabiə Əl-Ədəviyyə adlı bir qadın var idi. Uşaqlıqdan Allaha can atırdı. Bax, o günlərin bir günü evində oturanda yemək bişirirdi və yemək bişirəndə neynədi? Qərara gəldi ki, fikirləşdi ki, soğan olsaydı yaxşı olardı. Yəni yeməyə soğan qatsaydım yaxşı olardı. Və təsadüfən gəlir, darvazasının qapısını açır, evin qapısını yəni açır və görür ki, evin yanında 5 kilo soğan var. Onda Rabiə Əl-Ədəviyyə qayıdıb deyir ki, İblis, məni tərk elə. Yəni sən məni aldada bilməzsən. Mən inanmıram ki, Allah Taala yanında meyvə tərəvəz dükanı saxlayır və yəni göydə meyvə tərəvəz dükanı saxlayır və oradan meyvə tərəvəzləri tullayır. Yəni onu aldatmaq istəyən, o soğanı o qapıya qoyan kimdir? Təbii ki, iblisdir. Düzdür? Yəni siz nə qədər maddi aləmdən əl çəkirsinizsə, burada olan şeylərə bağlılığınız azalırsa və bağlılığınız ümumiyyətlə bitirsə, dostluğa, tanışlığa, sevgiyə, yaxına, qohuma, əşyalara və s. bitirsə, o zaman iblis sizi aldatmaq üçün öz möcüzəli illüziyalarından istifadə eləməyə başlayır. Anlayırsınızmı bunu? Bunun üçün də nə edir? Bax, belə şeyləri qarşınıza gətirir. Gic-gic, nə bilim, ola bilər ki, gələcəyi görə biləcəksiniz. Kimlərinsə fikirlərini oxuya biləcəksiniz. Uça biləcəksiniz. Göylərə qalxacaqsınız. Bir rahib var idi. Neysə, qoca bir rahibi hamama salmışdı. O tərpənə bilmirdi. Onu çimizdirməyə çalışırdı. Gözlərini açdı, gördü ki, həmin bu rahib səmada süzməyə başlayıb. Yəni uçur. Bu şeylədir, vəsvəsəyə düşdü də. Həmin bu qoca rahib ona başa saldı ki, heç kəsə demə, sadəcə iblislər məni göyə qaldırıb. Mənə möcüzələr göstərir ki, mən əsl ruhaniliyi unudum. Başa düşürsünüz? Əsl ruhanilik nə deməkdir? Əsl ruhanilik meditativ praktikalar eləmək deyil. Əlini belə tutub, Buddha lotus pozasında oturub, mantralar oxumaq, vizualizasiya etmək, enerjilərin, çakraların fırlanmasını görmək və yaxud da ki, görmək istəmək deyil. Görmək istəsəz də görəcəksiniz. Bilirsiniz niyə? Çünki bizdə vizualizasiya işləyir və istədiyimiz şeylər, yəni nə qədər çox istəyiriksə, niyyətimiz nə qədərdirsə, əvvəl-axır bunu görəcəyik. Hətta biz, məsələn, kundalini də görə bilərik, çakraların fırlanmasını da görə bilərik, həqiqəti anladığımızı da görə bilərik, Allahı dərk etdiyimizi də görə bilərik. Hətta yatıb müəyyən
inancdan sonra, praktikalardan sonra məsələn peyğəmbərlərin bizim yanımıza gəldiyini də görə bilərik. Gözlərimizi bağlayanda ağ ışığın peyda olmasını da görə bilərik. Başa düşürsüz? Mənim dediyim odur ki, bunların hamısı ruhanilik deyil. Ruhanilik bilirsiniz nədir? Əsl ruhanilik. Bax bu ruhaniliyi bizim ruhaniliyi adlandırdığımız əslində cəfəngiyatdır. Numerologiyadır, tarologiyadır, enerji terapiyadır, enerjistlikdir və s. şeylərdir. Bunlar hamısı yalandır. Siz bunu anlamalısınız ki, bunun içində realistik bir şey yoxdur. Ola da bilməz. Başa düşürsünüz? Bunlar hamısı yalancı ruhanilikdir. Yəni sizə yalan danışır. Beləcə. Sizlərə yalan danışırlar. Numerolog, tarolog, enerjist, çakraların fırlanması, çakraların geriyə qayıtması, Allahı dərk etmələr, meditasiyalar, şam yandırmalar, nə bilim və s. şeylər. Bunların hamısı yalandır. Heç biri sizə həqiqəti çatdırmır və çatdıra da bilməz. Çünki cəfəngiyatdır. Başdan ayağa bir cəfəngiyatdır. Bunu siz anlamalısınız. Yəni sizə pul təklif edən insan, pul müqabilində sizə meditativ praktika satanlar, sizin numeroloji, astroloji xəritənizi bilmək istəyənlər, sizə sizin haqqında məlumat verən insanlar əslində sizi aldadır. Niyə görə? Çünki sizin haqqınızda məlumatı yalnız siz özünüzə verə bilərsiniz. Çünki sizin haqqınızda sizin ümumiyyətlə kim olduğunuzu yalnız siz özünüzə deyə bilərsiniz. Bunu yalnız siz öz içinizə gedərək aşkarlaya bilərsiniz. Qalanları nə deyir? Sizə ümumiyyətlə hansı məlumatı çatdırırlar? Məlumatları necə çatdırırlar? Bu onların özlərindən asılıdır. Bu onların sizlərə danışdıqları cəfəngiyatdan başqa bir şey deyil. Anlayırsınızmı? Yəni kimsə sizə meditativ praktikalar verirsə, sizə sizin təqdim elədiyiniz pul müqabilində hansısa məlumatı çatdırırsa, sizin haqqınızda bir şey deyirsə sizə, o sizi aldadır. Mən sizə deyirəm ki, o sizə yalan danışır. Çünki sizin haqqınızda məlumatı yalnız siz bilə bilərsiniz. Kim olduğunuzu yalnız siz bilə bilərsiniz. O da sizin səmimi açıq niyyətinizdən asılıdır. Əgər siz özünüzü dərk eləmək istəyirsinizsə, öz içinizə gedib özünüzü tapacaqsınız. Yox, özünüzü aldatmağı seçirsinizsə, o zaman elə insanlara pul verəcəksiniz və onların arxasıca getməyə davam eləyəcəksiniz. İndi bəzi insanlar var, mənə buradan yazırlar. Nə bilim, baxırsan videosuna, orada video böyle sifətlə qeyd eləyir ki, həqiqət deyə bir şey yoxdur. Adamlara güya həqiqəti çatdırır ki, həqiqət deyə bir şey yoxdur. Əgər insan həqiqət deyə bir şey yoxdur deyirsə və bunun dərindən bir açıqlamasını da verə bilmirsə, o özünü tanımır. Ümumiyyətlə nə danışdığını, nəyə görə danışdığını bilmir. Bir çox insan yazır mənə buradan. Mən də onların hamısına cavab verirəm ki, siz yalancı ruhaniliklə məşğulsuz. Siz kim olduğunuzu bilmirsiniz və bilə də bilməzsiniz. Sizlərə İbrahim adlı Bəlx şəhərinin sultanı haqqında danışacağım. Bu sultan öz taxtacını saxladı ki, həqiqəti dərk eləsin. Ondan sual verdilər ki, sən həqiqəti necə dərk elədin? Həyatında hansı situasiyalar baş verdi ki, sən həqiqəti dərk elədin? O da qayıtdı, dedi ki, belə bir şey oldu. Bir dəfə deyir, mən məsciddə qalmışdım və yatıb qalmışdım. Deyir, məni götürdülər və pilləkəndən aşağı tulladılar. Deyir, hər dəfəsində mənim başım daşa dəyəndə, pilləkənə dəyəndə, mən aydınlanırdım. Sonra deyir ki, bir dəfə məni və heyfsləndim ki, xeyif pilləkənlər tez qutardı ki, mən aydınlana bilmədim o qədər də. Sonra deyir, ikinci dəfə məni deyir, gənc insanlar gəlib gördülər ki, mən dərviş paltarındayam. Deyir, başladılar mənim üzərimdə gülməyə və məni təpikləyirdilər. Deyir, bu mən təmizləndiyimi, şəfalandığımı, ruhumun şəfalandığını, nəfsimin öldüyünü hiss edirdim. Deyir, sonuncu dəfə mən necə aydınlandım? Deyir, bir insan gəldi, deməli mən məscidin qabağında oturmuşdum, yenidən Allaha yalvarırdım ki, Allahım məni təmizlə, mənə özünü göstər,
axırıncı bariyeri qaldır aradan. Və bilirsiniz nə baş verdi? İbrahim deyir. Deyir yuxarıdan, yəni orada bir yuxarı qalxmaq üçün bir yer var idi. Deyir oradan bir insan şalvarını çıxartdı və mənim üzərimə öz sidiyini tökməyə başladı. Onun sidiyi mənim başıma töküləndə ətrafdakı insanlar mənə baxıb gülməyə başladılar. Və mən onda başa düşdüm ki, mən axırıncı bariyeri də yendim və nəfsimdən azad oldum. Ruhsal oyanış o deməkdir ki, siz gic-gic meditativ praktikalarla məşğul olmursunuzsa, qorxduğunuz şeylərin içinə gedirsiniz və sizi aldadan, ağlınızın içində konuşan şərhləri və düşüncələrin sizə aid olmadığının fərqinə varırsınız. Bu şəxsiyyətin, bu düşüncələrin, bu fikirlərin sizə aid olmadığını fərqinə varmaq üçün siz bu fikirlərin, bu düşüncələrin qorxduğu yerə getməlisiniz və ancaq orada özünüzü aşkarlayacaqsınız və bu düşüncələrin, fikirlərin sizə aid olmadığını, iblisani şuura aid olduğunu, yəni mənfi qüvvələrə aid olduğunu dərk eləyəcəksiniz. Gördünüz, İbrahimin başına sidik tökdülər, yəni insan ayaq yoluna gedirmiş kimi onun başına elədi bunu, onun nəfsi öldü. İnsanın egosu diqqətlə qidalanır. Egonun çörəyi diqqətdir. Həm mənfi diqqətdir, həm də ki pozitiv bir diqqətdir. Fikirlər də, düşüncələr də həmçinin. İblis görəndə ki, siz rahatsınız, o sizə təşviş, narahatçılıq, panika yaradacaq, gələcək haqqında qorxularla dolu fikirlər yönəltməyə başlayır ki, siz narahat olasınız. Siz hər dəfəsində narahat olanda, peşman olanda, acıq, qıcıq, nifrət hiss eləyəndə nə baş verir? İblis qidalanır, enerjinizlə qidalanır. Bu fikirlərin püskürtdüyü enerji ilə qidalanır. Sonra yaxşı şeylərlə də, məsələn siz oturursunuz, gözləyirsiniz ki, bir sevdiyim insan var, onunla görüşəcəm, bax bugün görüşəcəm. İblis həmin bu yaxşı fikirlərlə, yaxşı duyğularla da qidalanır. Siz nə etməlisiniz? Bu kanalda olan meditativ praktikalardan istifadə edərək bu iblisani fikirlərin sizə aid olmadığını dərk eləməlisiniz. Bunun üçün də qorxduğunuz şeylərin içinə getməlisiniz. Fikirlərinizi, düşüncələrinizi müşahidə eləməlisiniz. Yalançı ruhaniliklə maraqlanmaq olar, maraqlıdır. Numerologiya, ezoterika, hər bir şey maraqlıdır. Amma bu sizə heç bir şey verməyəcək. İblis təşvişlə, narahatçılıq yox, sizə düşüncələr verir. İblis sadəcə sizə düşüncələr, fikirlər verir. Təşvişi, narahatçılığı yaradan sizin o düşüncələrlə əlaqəli olmağınızdır. Özünüzü əlaqələndirməyinizdir. O düşüncələri, o fikirləri mənimsəməyinizdir. Siz o düşüncələri, fikirləri mənimsədikdə özünüzü aldatmış olursunuz və nəyin baş verdiyini də anlamırsınız. Siz düşünürsünüz ki, mən bu fikirlərəm, mən bu düşüncələrəm. Halbuki bunların heç birisi sizə aid deyil. Amma yalançı ruhaniliklə məşğul olanda iblis kef eləyir. Niyə görə? Çünki siz onu doldurursunuz. Ruhani kitablar oxumaqla, biliklər əldə etməklə, fəlsəfi düşüncələrlə məşğul olmaqla, əlinizi belə qoyub filosof kimi düşünməklə, siz sadəcə onu gücləndirməklə məşğulsunuz. Siz qorxduğunuz şeylərə gedəndə rüsvay ola biləcəyiniz, biabır ola biləcəyiniz yerlərə gedəndə, ümumiyyətlə rüsvaçılıqla, biabırçılıqla qarşılaşanda, siz onun sizi necə aldatdığını görürsünüz. O da sizə daima hər bir situasiyada aldatmaqla məşğuldur. Yəni ona lazımdır ki, siz aldanasınız. O sizə bir şey desin, məsələn, fikirlər üyütsün, düşüncələr versin, siz də aldanasınız. Mən ona görə hər dəfəsində nümunə olaraq 2005-ci ildə Guy Ritchie'nin çəkdiyi Revolver filmini baxmağa sizlərə tövsiyə edirəm. Orada lift səhnəsində siz anlayırsınız ki, bu başqadır, bu mənəm. Ola bilər, əzablı fikirlər ola bilər, düşüncələr ola bilər, qayğı, gələcək haqqında düşüncələr yaradan fikirlər də ola bilər. Qorxu, vəsvəsə, təlaş verən fikirlər də ola bilər, hər bir şey ola bilər. Amma əgər siz o fikirləri, o düşüncələri mənimsəmirsinizsə, içinizdəsinizsə,
onları müşahidə edə bilirsinizsə, seyr edə bilirsinizsə, deməli siz deyilsiniz də onlar, düzdür? Mən hər dəfəsində deyirəm ki, siz bədən deyilsiniz, şuur deyilsiniz, ruh deyilsiniz, coğrafi lokasiya deyilsiniz, coğrafiyada, planetdə deyilsiniz, kainatda deyilsiniz. Siz hardasınız? Bunu müəyyənləşdirməlisiniz. Siz düşünürsünüz ki, siz bu düşüncələrin içindəsiniz. Bu fikirlərdən ibarətsiz. Sizin şəxsiyyətiniz əslində elə bu fikirlərdən ibarətdir. Bu fikirlər olmayanda, məsələn, bəzi insanlar özlərini ruhani hesab eləyir. Bəzi insanlar özlərini dindar hesab eləyir. Mən isə deyirəm ki, şəxsən özüm haqqımda. Mən heç kiməm, mən heç nəyəm. Mənim dərk elədiyim budur. Mən dərk eləmişəm ki, mən heç kiməm, heç nəyəm. Və ümumiyyətlə mövcud deyiləm. Mən deyə bir şey yoxdur. Bu sadəcə biorobotdur. Mən isə bunu müşahidə etməklə məşğulam. Mən bunu dərk eləmişəm. Ona görə bunu açıqlayıram. Yox, əgər siz yalançı ruhaniliklə məşğul olmağa davam eləsəz, iblis sizi sağmağa, sizinlə oynamağa, sizi idarə etməyə davam eləyəcək. Yəni onun üçün 2 vur 2-dir sizi aldatmaq, sizi səhv yerlərə yönəltmək. Ona elə maraqlıdır ki, siz kitablar oxuyasınız, qorxasınız, qorxduğunuz şeylərə getməyəsiniz, biabır olmaqdan, rüsvay olmaqdan qorxasınız, paniki keçirdəsiniz, digərlərinin fikirlərini önəmli hesab eləyəsiniz. Ona bu lazımdır. Çünki bu olanda o artıq sizi minib. O siz maddi dünyada olanda, materializmdə olanda minib çapır, ruhanilikdə də olanda minib çapır. Amma siz qorxduğunuz şeylərə gedəndə, qorxuducu fikirlərin olmasına icazə verib, onları sadəcə müşahidə eləyib, fərqində olmağa davam eləyəndə, onun gücü azalır. O sizə bir şey eləyə bilmir. Və siz fikir verməlisiniz ki, siz daima personaj olaraq, daima rollar içindəsiniz, rollar oynuyorsunuz, sanki səhnədəsiniz və hər zaman bir kəs olmağa çalışırsınız. Siz özünüz olmağın yerinə başqa birisi olmağa çalışırsınız. Özünüz olmaq nə deməkdir? Özünüz olmaq o demək deyil ki, siz şəxsiyyətiniz, adınız olasınız. Yox, o deməkdir ki, siz içinizdəki heçliyi, heçkimliyi, heçnəliyi dərk eləyəsiniz. Çünki bunu dərk eləməsəz, siz davamlı olaraq bir kəs olmağa istəyinizə məğlub olacaqsınız və acılar çəkəcəksiniz. İblisani möcüzələr də hər dəfə siz onlara qalib gələ bilməzsiniz. Əvvəl siz maddiyatda olan şeylərdən uzaqlaşmalısınız ki, sonra gücünüz olsun ki, iblisani möcüzələrə qalib gələ biləsiniz. Yəni bu videoda mən sizə İbrahimdən danışdım. İbrahim gördünüz, başına siri tökdülər. Rüsvay olmaqdan, biabır olmaqdan qorxan yalnız sizin egonuzdur, nəfsinizdir. Heç kəs olmaqdan, heç kim olmaqdan qorxan egonuzdur, nəfsinizdir. Onun içinə getsəz, görəcəksiniz ki, orada boşluq var. Böyük bir boşluq. O boşluğun içində də boşluqdan başqa heç nə yoxdur. O heç nəlik elə sizsiz. Əsl siz elə olsunuz. Amma siz bunu bilmək istəmirsinizsə, yalançı, nəyəsə çatmış ruhani müəllimlərə, hətta mənim dediklərimi təkrarlayan yalançılara inanmağa davam eləmək istəyirsinizsə, özünüzü rahatlıqla aldada bilərsiniz. Bu qədər. Sağ olun. Görüşənə qədər.